Dərk eləmirik də Kəmalə xanım, bizi incitmək istəyən insanlar, biz istəyirik tez onlardan qurtulaq. Biz onlardan qurtulmaq istəyirik, biz onların cəza almasını istəyirik, biz istəyirik, onlar incinsinlər, mən nə çəkmişəmsə o da çəksin. Mən də belə dedim ona. Bəs bu cür düşünərək biz nə qazanırıq? Nə qədər gedə bilirik qabağa? Gedə bilmirik, düzdürmü? Dirənirik bir yerdə. Yəni nə iş həyatımızda, nə ailə həyatımızda, uşaqlarımız da bizə eyni şey, eyni münasibəti göstərir. Hətta mən sizə deyim ki, ana ilə olan bağımız bizim ən güclü karmik bağımızdır. Bəzən ana özü də bilmədən niyə öz uşağına qarşı aqressiv və yaxud da nifrət içində ola bilər. Və yaxud da övlad öz anasına qarşı qıcıq ola bilər. Deyir, mən anama qıcığam. Başa düşdük, travmalar var, başa düşdük, uşaqlıqdan gələn vəziyyətlər var. Amma bunlar yəni bəzən o dərəcədə təsir eləmir. Sən qıcığın hardan gəldiyini bilmirsən. Kökünü bilmirsən. Bu nədir? Bu keçmiş həyatlardan gəlir. Keçmiş həyatlardan ola bilsin ki, sən anava o qədər, məsəl üçün, işgəncə vermisən ki, o qədər incitmisən ki, o bu həyatda sənə ən böyük karmik bağ olaraq gəlib, səni bu dünyaya gətirib ki, eynilə o yaşadığını sənə hal-hazırda yaşadır. Şuurlu şəkildə deyil. Çox qəribədir. İnsan özü, bəzən kiməsə qıcıq oluruq. Məsəl üçün, başa düşmürsən niyə? Dünən marketdəydim. Hər zaman biz korzinka çox yığırsan da veş-veş. Yanımda məsəl üçün kimsə bir dənə su ilə, bir dənə çörəklə dayandanda adətən biz yol veririk də, düzdürmü? Deyirsən keç qabağa. Bu xanım mənə dedi ki, olar mən keçim qabağa? Dedim, yox. Yəni üzümü də çevirdim və mən başa düşdüm ki, mən onu qabağa salmaq istəmirəm. Baxmayaraq ki, məndə həddindən çoxdur və o məni 15 dəqiqə deyinə gözlədi və mən rahatçılıqla çıxdım oradan. Bu nədir? Bu keçmiş həyatdan gəlir. Keçmiş həyatda o mənə hansısa bir vəziyyəti yaşadıb və o vəziyyətə uyğun da indi geri dönüşünü məndən alır. Bu harda olmasından asılı olmayaraq çıxır mütəmadi qarşımıza. Fərqi yoxdur. Bizim ürəyimiz açıq olmalıdır. Baxın, hətta mən sizə deyim ki, mənim yoldaşım keçmiş həyatında mənim atamın oğlu olub. Bəli, bunu keçmiş həyatında biz araşdırsaq, o vəziyyət olub. Ona görə indi məsəl üçün aralarında sıxıntı yoxdur əlbəttə ki, şükür Allah, hər şey yaxşıdır. Amma bir də görsənsə nəsə, yəni hava sərinliyi. Nəsə belə nütodur. Yəni bu oradan gəlir. Sual yaranır da, niyə bu insanın bundan nəsə sözü deyirlər Kəmalə xanım, gözüm onu götürmür. Gözüm onu görməsin. İstəmirəm. Yəni bu artıq yenə deyirəm, bu oradan gəlir. Deməli necədir? Biz bu planetə göndərildik və bizə müəyyən bir kodlar önərilir. Yəni kodlarla doğuluruq. Nəsildən gələn koddur, ata-anadan gələn koddur. Xasiyyət isə belə bir deyim var ki, 7-sində nəsənsə, 70-ində də osan. Bu elə belə deyil. Xasiyyət bizə artıq ana bətninə düşdüyümüz zaman 5 həftəliyində bizə verilir. Biz o xasiyyətlə bu dünyaya gəlirik. Nə qədər dəyişsən də o xasiyyət dəyişmir. Və ruhun bədənlə birləşməsi bizim onurğamızdandır. Onurğamızdan və sinir sistemimizdən. Niyə görə sinir sisteminizdə? Axı biz əsəbləşəndə nə edirik? Müəyyən bir emosiyalar yaşayırıq, düzdürmü? Mən məsəl üçün ağlıma bir neqativ fikir gəlir. Mən başlayıram o neqativ fikir nəticəsində əsəbləşməyə. Əsəbləşirəm, nə edirəm? Ruhumu incidirəm. Və yaxud da mən nəsə yaxşı bir şey yaşayıramsa, yenə də onu emosional olaraq yaşayıram, düzdürmü? Birinci təsəvvür edirəm ki, mən yayda gedəcəm, xaricə gedəcəm, istirahət eləyəcəm və onun sevincini mən artıq indi yaşayıram. Mənim ruhum qidalanır. Yəni ruh oradan belə deyim, bədənə birləşir. Və deməli, bizim xasiyyətimiz verilir. Xasiyyətimiz də nəyə uyğun bizə verilir? Bizim öncədən çizilən bir həyatımız var. Qismət dediyimiz. Qismət. Biz hər şeyi dəyişə bilmirik. Bizim öncədən çizilən bir həyatımız var. Əgər mən kəmali olaraq fərqində deyiləmsə, mən öz həyatımı gedirəm. Mən öz həyatımı yaşayıram, öz xasiyyətimə uyğun. Hardasa kiməsə yumşaqlıq eləyirəm, hardasa kiməsə acıqlıq eləyirəm. Bu mənim xasiyyətimdir. Kimsə gəlir mənim başımda oturur, loru dildə desə, məndən istifadə eləyir. Deməli, mən şəxsi sərhədlərimi qura bilmirəm. Yəni burada mən şəxsi sərhədləri öyrənməliyəm. Və yaxud da mən fərqində oluram. Fərqindəlik nə deməkdir? Mən artıq özümə hər zaman deyirəm, sual verirəm ki, mən kiməm?
Mən axı bu dünyaya xoşbəxt olmaq üçün gəlmişəm. Mən başlayıram həyatımı dəyişməyə. Gedirəm nəsə öyrənirəm, gedirəm bu psixoloqa, gedirəm o koça, gedirəm kitab oxuyuram, YouTube-a baxıram, öyrənirəm, podkastlara baxıram. Mənə gəlir nələrsə oturmağa başlayır. Amma o oturan vəziyyətlər də mənə öncədən yazılan vəziyyətlərdir.